11 milyon insanı məhv edən psixoloji xəstəliklər. Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı hesabatda nevroloji xəstəliklərin dünyada hər il 11 milyondan çox insanın ölümünə səbəb olduğu bildirilir. Bu hal 3 milyard insana, yəni qlobal əhalinin 40%-dən çoxuna təsir edir. Hesabatda vurğulanır ki, 194 üzv ölkədən yalnız 63-ü nevroloji xəstəliklərə dair milli siyasətə malikdir. Daha da azı 34 ölkə bu sahəyə xüsusi maliyyə vəsait ayırıb. Ən çox ölüm və məhdudlaşdırma yaradan 10 xəstəlik arasında insult, Alzheimer və demensiya var. Qrip miqreni, şəkərli xəstəliklə bağlı sinir zədələnmələri və epilepsiya yer alır. Ümumdünya Səhiyyə Təşkilatı qeyd edir ki, aşağı gəlirli ölkələrdə nevroloq həkimlərin sayı zəngin ölkələrlə müqayisədə 80 dəfədən azdır. Beyin sağlamlığı prioritet olmalı, milli planlar hazırlanmalı, xidmətlər genişləndirilməli və bu sahəyə yetərli investisiya qoyulmalıdır deyə təşkilat bütün dövlətlərin səhiyyə rəsmilərinə çağırış edib.